Həzrət Əli eyni zamanda böyük bir alimdir, böyük bir şairdir, yazıcıdır. Onun Nəhcül Bəlağəsi Qur'an-ı Kərimdən sonra Peyğəmbər əleyhissalamın hədislərindən sonra ərəb dilinin ən kamil, ən gözəl nümunəsidir. Hətta onun haqqında böyük ərəb şairləri, yazıçıları, alimləri Qur'an-ı Kərimdən sonra Xaliq kəlamından aşağı, məxluq kəlamından yuxarı deyilən bir məfhum var ki, Nəhcül Bəlağənin hər cümləsi böyük bir fikir özündə hasil edir. Ben inandırım ki, onun hər cümləsindən, hər babından böyük bir kitab yazmaq olar. Yəni, o qədər Həzrət Əli elmdə dərin olub ki, hətta onun bir sözü var ki, mən bircə təkcə Fatihə surəsini 7 dəvə yükündə, kitab şəklində təfsir edə bilərəm. Amma hanı onu anlayan, hanı onu böyük başa düşən, yəni o qədər böyük bir elm sahibi olub ki, bunlar hamısı və gözəl də ona Allah Teala təbii şeir verib, Nəhcül Bəlağədən sonra onun divani əmiri var, çox gözəl bir ayrıdır. Həzrət Əlinin ədəbi, fəlsəfi yaradıcılığında hələ Axşamova səhifələri, Kərqası ehtiyatlı məqamlar çox. Həzrət Əli öyrənilməmiş layiqincə bir dəryadır. Qur'ana nə qədər təfsirlər yazılır və ya yenə yazılır, hələ bundan sonra deyib, dövrə görə yazılır. Hədislər açılır, müxtəlif hədislərə izahlar verilir. Həzrət Əlinin Nəhcül Bəlağəsində baxmayaraq ki, onun haqqında çox böyük şərhlər yazılır. 25 cilt, 15 cilt, 20 cilt həcmində, amma yenə də görürsən ki, tədqiqatçılar üçün orada çox şeylər qaranlıqdır. Zaman gəldikcə onlar inkişaf etdikcə elm açılır. Nəhcül Bəlağədə elə elmi fikirlər var ki, bugünkü elm onu açmağa qadir deyil. Nətər ki, Qur'an-ı Kərimin bir çox ayələri müasir elm nöqteyi nəzərindən hələ açılmayıb. Və bəzi Avropa alimləri deyirlər ki, bugünkü elmin inkişafı ona imkan vermir. Ola bilsin 100 ildən, 200 ildən sonra elmin inkişafı onların açılmasına imkan versin. Amma yenə də onlarda bir müəmmalıq var. Çünki elm inkişaf etdikcə fikirdən fikir də olur. Bugün doğru görünən bir nəzəriyyə, sabah elmin başqa bir inkişafı ilə tapılan yeni bir qanunla görürsən bir əfsanə kimi görünür. Nəhcül Bəlağə də belədir. Orada da bir çox elmi fikirlər öyrənilməyib. Yəni, elm buna hələ imkan vermir və inşallah tədqiqatçılar məşğul olurlar və dünya elmin inkişafı prosesində yəqin ki, onları öyrənməkdə.